Mən xoşbəxt deyiləm. Böyük ehtimalla siz də deyilsiniz. Gəlin xoşbəxtlik haqqında danışaq. Biz dilimizdə çox asanlıqla işlədirik. Mən xoşbəxt deyiləm, mən özümü bədbəxt hiss eləyirəm və sair kimi cümlələri. Amma əslində bu cümlələr birazca da mənasız cümlələr deyillərmi? Məsələn, ingilis dilində bunun qarşılıqları var. Happy, unhappy kimi ifadələr. Amma gəlin burada razılaşaq. Happy xoşbəxt demək deyil, unhappy bədbəxt demək deyil. Xoşbəxtliklər və bədbəxtliklər hər hansısa bir situasiyada hiss eləyəcəyimiz bir şeydir. Yəni mənim xoşbəxt olmağım üçün hal-hazırda mənim həyatımda çox qeyri-adi, mənim sevinəcəyim bir hadisənin olması lazımdır. Bu hadisə baş verərsə mən xoşbəxt olacağam. Təxminən hadisənin böyüklüyünə, kiçikliyinə bağlı olaraq yarım saat, 1 saat ərzində ondan sonra yenə xoşbəxt olmamağa davam edəcəm. Həyatımızın böyük əksəriyyətini əslində xoşbəxt hiss etməyərək keçiririk. Xoşbəxt olmağa çalışmaq lazım deyil, əslində hüzurlu olmağa, yaxşı oluş halında qalmağa çalışmalıyıq. Bu nədir? Bu o deməkdir ki, sizin gündəlik həyatınızda problemlərinizi həll etdikdən və yaxud da həll etməyə çalışdıqdan sonra, üstünüzə düşən öhdəlikləri elədikdən sonra, hətta bunları edərkən beyninizin sakit qalması və bu problemlərinizin sayı ilə, çoxluğu ilə, böyüklüyü ilə, kiçikliyi ilə o qədər də əlaqəsi yoxdur. Təbii ki, çox ciddi problemləriniz varsa, bu hüzurlu halı qorumaq daha çətin ola bilər. Amma digər hallarda hüzurlu olmaq o qədər də çətin deyil. Məsələ burasındadır ki, siz problemlərinizi həll etməyə çalışarkən bir tərəfdən də problemlər haqqında düşünməyə davam edirsiniz. Və bu düşüncələr sizi yorur. Problemin özü deyil ya da onu həll etmək üçün göstərdiyiniz cəhdlər, saylar deyil. Beyninizdən keçən düşüncələr sizi yorur və sizin hüzurunuzu pozur. Amma əslində ortada düşünəcək bir şey yoxdur. Əgər qarşıda bir problem varsa, onun həllini fikirləşirəm, tapıram və əlimdən gələni etməyə başlayıram. Alınacaqsa alınacaq, alınmayacaqsa dəyişdirə bilmədiyimiz şeyləri qəbullanmağa yönəlirik. Və həqiqətən də ortada düşünəcək və hüzurumuzu pozacaq bir şey yoxdur.